Çəkilən seriallarda məni və mənim kimi minlərlə insanı, tamaşaçını, ziyalını narahat edən məqamlar nədir? Birinci, efirə, ekrana yaraşmayan, orada görüntülərin xalqa çatdırılması. Yəni, buna ən azı profesional rejissor baxmalıdır. Buna ən azı verilişin senari müəllifi baxmalıdır. Filmin senari müəllifi baxmalıdır ki, burada mental dəyərlər qorunmalıdır. 18-20 yaşında bir gəncin 50 yaşında, 55 yaşında bir qadından, eşqindən, vurulmasından bir söhbət getməsi Azərbaycan əxlaqına uyğun deyil. Bu təkcə bizim işimiz deyil. Azərbaycan Respublikasında Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin bilavasitə buna təsiri olmalıdır. Onlar bu haqda həyəcan təbili çapmalıdır və bu televiziyalara müraciət eləməlidir. Bu televiziyalar deyəndə biz Azərbaycan Dövlət Televiziyasının və İctimai Televiziyanı və bir neçə televiziyalarda çıxmaq şərti ilə bu televiziyalar bu mental dəyərləri qoruyub saxlaya bilir. Onun qorunub saxlanmasında da mütəxəssislərin rolu var. Və o mütəxəssislər də həmin o ASTV dediyimiz şineldən çıxan mütəxəssislərdir. Çünki onlar bilir ki, bu verilişlər, yəni yadınıza gələrsə 91-95-ci illərə qədər Azərbaycan televiziyasında açıq-saçıqlığa ümumiyyətlə yol verilməmişdir. Hətta 2000-ci illərdən ortalarına qədər bu hadisələr yox idi. Mən bu haqda ona görə o idarədə uzun illər çalışdığıma görə və mən bunları nəzarət eləyən bir insanlardan biri olmuşam. Mən orada uzun müddət Həmkarlar Komitəsi sədrinin müavini olmuşam, həm də Nizam-İntizam Komissiyasının rəhbəri olmuşam. Və mən Azərbaycan televiziyasında belə verilişlərin, belə geyimin, belə açıq-saçılığın əleyhinə qalxmalıydım və biz onu qoruyurduq. Mən qorumurdum, onu xalqımız qoruyurdu, onu dilimiz qoruyurdu. Onu bizim 4000-lik, 3867 nəfərlik televiziya kollektivi qoruyurdu. Bəs bugün bizə mane olan nədir? Kimlər bizi bu yolda azğınlaşdırır? Niyə görə bizim verilişlərin çəkilişində məhdudiyyətlər qoyulmur? Senzura, bəli, Azərbaycanda götürüldü, ləğv olundu. Yaxşı oldu, lazımdır. Mən də istəyirdim bir jurnalist kimi senzura götürülsün. Bəli, götürdük senzuranı. Senzura götürüləndən sonra bu qədər açıq-saçıqlıq nədir? Təkcə verilişlərdən söhbət getmir. Mahnılardan, bayağı mahnılardan, efirlərdə dedikodulardan, ailə dağıdan dedikoduların, verilişlərin getməsinin əleyhinəyəm mən. Mən yenə ifadəsini özümə görə işlətmirəm. Bunu mən deyəndə böyük bir şəkildə Azərbaycan ziyalısı bunu istəmir. Azərbaycan xalqı istəmir ki, efirdə belə dedikodular. Kimin ailəsi, hansı müğənninin, hansı aktyorun ailəsi necə yaşayır? Bu Azərbaycan efiri üçün, Azərbaycan xalqı üçün maraqlı deyil.